İranın Naxçıvana PUA atması bu elə MDB məkanına, Rusiya ərazisinə, Rusiya təsir zonasına atılan zərbə idi. Həm Peskov, həm Rusiya Xariclər Nazirinin rəsmisi, həm də sonradan Nebenziya, Rusiyanın BMT-ki nümayəndəsi dedilər ki, İran əgər Naxçıvana atəş açıbsa, bu özünü müdafiə hüququdur. Amerika, İsrail İrana atəş açıblar, İran da məcbur olub Naxçıvana atəş açdı. Sonradan bu tezisi qaytardılar Ərəb ölkələrinə. Düz eləyir İran Ərəb ölkələrini bombalayır. Bu özünü müdafiə hüququdur. Nə əlaqəsi var özünü müdafiə hüququ ilə? Amma indi Rusiya İrandan düz 180 dərəcə dönüb. İran Xariclər Nazirliyi Ərəb dövlətlərinin, Moskvadakı səfirlərini yığıb mövqeyini açıqladı. İran səhv eləyib sizə hücum eləyir, atəş açır. Sizinlə gedin, yığılışın. İndi vəziyyət belədir.